Baxırıq indi 123-ə. 10,6 qram natrium karbonatın artıq miqdarda kalsium hidroksid məhlulu ilə qarşılıqlı təsirindən əmələ gələn natrium OH neçə qram mis2 sulfatla reaksiyaya daxil olar? Yazaq reaksiyanı. Natrium karbonat üstə gəlsin kalsium hidroksid, yəni kalsium OH2. Yerlərini dəyişirik təbii ki, bu reaksiyadan alınır natrium OH və kalsium qaz. İndi bizə nə deyir ki, əmələ gələn natrium OH istəyir. 106 qramından əmələ gəlir 2 mol. 10,6 qramından uşaqlar nə qədər əmələ gələcək? 0,2 mol. Bu əmələ gələn natrium OH mis2 sulfatla, yəni mis-SO4-lə reaksiyaya girir. Reaksiyadan da alınır mis-OH2 və natrium sulfat. Burada reaksiyaya əsasən 2 mol natrium OH girir. Deyirsən ki, 2 mol ilə 1 mol mis-sulfat, yəni 160 qram reaksiyaya girir. Amma bizim natrium OH-ımız 0,2 moldur. 0,2 mol ilə nə qədər girəcək X? 2-yə 160-dırsa 0,2-yə də olasıdır 16, yəni D bəndi. Gəldik 124-cü suala. 4 qram kalium hidridin su ilə tam qarşılıqlı təsirindən alınan qələvi ilə neçə qram? Yenə reaksiyanı yazırıq. Kalium H. Bu reaksiyalar sizə bir demişdim ki, əzbər öyrənin. Kalium H-ın üzərinə su gəldikdə alırıq kalium OH və hidrogen qazı. Reaksiyanı əmsallaşdırmağa ehtiyac yoxdur. 40 qramından alınır kalium OH 1 mol. 4 qramından da alınacaq 0,1 mol. Sonra bunun reaksiyasını üstə yazıram. Kalium OH-ın üzərinə də mis sulfat gələndə, yəni mis-SO4 gələndə reaksiyadan alınır kalium 2SO4 və mis-OH2. Fikirləşməlisiniz ki, 0,1 mol kalium OH reaksiyaya giribsə, nə qədər mis-sulfat reaksiyaya daxil olacaq? Elə 0,1 mol. Onun da kütləsi olur 16 qram. Yox, səhv dedim, üzr istəyirəm. Bura 2 düşür. Deyirsən ki, 2 ilə 160 daxil olur. 0,1 molla nə qədər daxil olacaq? X. X də bərabər olur 80. 8-ə. Doğru cavabımız olur 8. C. Gəldik 125-ə. Deməli, 4 qram natrium OH-dırsa 0,1 mol. 5,6 qram kalium OH-dırsa o da 0,1. 14,6 qram H-klor isə 0,4 moldur. Deyirik ki, 0,1 mol natrium OH ilə 0,1 mol H-klor reaksiyaya girəcək. OH-la hidrogenin sayı bərabərdir deyə. Kalium OH da 0,1 moldursa, ondan da 0,1 mol H-klor girəcək. Yəni, reaksiyaya 0,2 mol H-klor girir. Amma mənim əlimdəki H-klorum 0,4 moldur. Deməli, H-klor artıq qalır. Natrium OH ilə kalium OH tamamilə sərf olunur. Ona görə A getdi, C getdi, Y getdi, D getdi. Cavab burada B bəndidir. Niyə? Çünki reaksiya nəticəsində bir natrium xloru alınır, məhlulda qalır. Kalium xloru alınır, o da məhlulda qalır. Bir də əvvəldən artıq qalan H-xlorumuz var deyə məhlulda qalanımız o olur. Ona görə cavabımız olur B bəndi. 126 da bunun kimidir. 16 qram natrium OH-ımız 0,4 moldur. 3,65 qram H-xlorumuz 0,1 moldur. 9,8-imiz də 0,2-dir. 0,1 mol H-xlora ilə 0,1 mol natrium OH lazımdır. 0,1 H2SO4-də isə hidrogenin sayı 2 dənədir deyə 2-yə vururam. 0,2 mol natrium OH lazımdır. Toplayanda 0,3 mol eləyir. Deməli, mənim onda natrium OH-ım artıq qalır 0,1. Deməli, natrium OH məhlulda qalınacaq və alınan duzlarımız məhlulda qalacaq. Natrium OH-ın H-xloru ilə reaksiyasından natrium xlor alınır, sulfat turşusu ilə reaksiyasından da natrium sulfat alınır.
Natrium OH da artıq qalır deyə variantımız olur D bənd. 127. Qələvinin suda məhlulu ilə hər ikisi reaksiyaya girirsə, amfoter metalın karbonatı olmalıdır ki, o da berilyum karbonatdır. Hansı sxem üzrə sonra 128-dən 132-yə qədər sual olan varsa desin. Məsələləri izah eləyirəm, belə adi suallara deyirəm ki, sualınız varsa deyin. 127-dən 132-yə qədər sualı olan Fatimə, Sevanə, Zeynəb gəlməmisiniz, yoxdur sualınız falan. 130-a baxaq müəllimə. Baxaq. 132-yə baxın da mənim. 132, 130. Deyirik ki, 130-da dəmir OH2 ilə H2SO4-ün reaksiyasından alınır dəmir SO4. Bu da həll olurmu? Olur. Kalsium xlor 2-nin natrium 3PO4 ilə reaksiyasından natriumla xlor birləşir, kalsiumdan da ortofosfat birləşir. Alınır kalsium 3PO4 2. Fatimə, bu həll olurmu? Həll olmur. Çünki ortofosfat turşusunun yalnız 3 duzla həll olur. Bu üçüncü reaksiyamızı bilməməyiniz normaldır. Hələ keçməmişik. Dəmir OH3 alınır ki, bu da əsaslı qələvi torpaq metalın əsası deyil deyə çöküntüdür. Doğru cavabımız da olur. Y və Z, yəni həll olmayan. D bənd. 132-də isə hansı reaksiyadan alınan oksit natrium OH məhlulu ilə reaksiyaya girir? A variantında CO2 alınır, reaksiyaya girir, doğrudur. B variantında P2O5 alınır, o da turş oksididir, doğrudur. C variantında da P2O5 alınır, o da girir. Amma misil nitrat turşusu ilə reaksiyasından NO alınır. Duz əmələ gətirməyən oksiddir. O isə reaksiyaya girmir. Reaksiyaları bilmirsiniz deyə bu sualları yaza bilməməyiniz normaldır. Sonra keçdik bu birinə. Burada suallarınızı verin. Görürəm ki, məsələ yoxdur. Sualınız varsa sualınızı verin. Məsələ desəm biliyorum, burada axıra qədər məsələdir. Deyəsəm məsələlər qurtardı. Axırdadır. Heç bir şey. Daha suallarınızı verin uşaqlar. Sizin də vaxtınız getməsin, çünki sabaha da məhlullardır. Burada qaldıqda bu səhifədə sual olan 143. 143-ə qədər sualı olan. Misal üçün, hansı mərhələdə 134. Eyni metalın sulfat duzlarında kükürdün kütlə payı. Bir dənə metal götür, misal üçün natrium. Natrium sulfidin formulu, natrium sulfitin formulu və natrium sulfatın formulu. Müqayisə elə. Kütlə payı getkidə nə olubdu? Bax, hamısında natriumdan 2 dənədir, kükürddən 1 dənədir, amma oksigenin sayı getkidə artır. Oksigenin sayı getkidə artıb deyə ümumi kütlə də getkidə artıbdı. Onda natriumun kütlə payı nə olubdu, Fatimə? Azalıb. Bəli, azalıbdır müqayisə ilə. Natrium 2S-də misal üçün deyirəm. Kütləsi 100-dürsə, natrium 2SO üçün kütləsi ondan 48 qram çoxdur, 148-dir. Bu 164-dür. Birincini tapanda yazırsan 46/100, ikincini tapanda yazırsan 46/148, üçüncünü tapanda yazırsan 46/164. Getkidə nə oldu? Azaldı. Aydın oldu? Müəllimə. Sonra 100 neçədiniz? Bura qədər sual, Fatimə, sualın varsa ver. Başqaları sualınız varsa 135, verin. 136 nə yazamadım mən. 136. Alüminium dihidroksixlorid deyirsə, alüminium OH2 xlordur. Alüminium hidroksixlorid deyirsə, alüminium OH xlor 2-dir. Cəm çünki 3 olmalıdır. Alüminium xlorid deyirsə, alüminium xlor 3-dür. Atom saylarını müqayisə elə. Gör hansından hansına keçəndə atom sayı azalır. Bildin? 136 dedim müəllimə, 137 yox. Hə. Birinci reaksiyada maqnezium OH2 ilə H2SO4 arasında hidrogenlə OH-ın sayı nədir? Bərabərdir. Deməli, 1-də nə əmələ gələcək? Normal duz. 2-də hidrogenin sayı 2 dənədir, OH-ın sayı 3 dənədir. Deməli, necə duz əmələ gəlir? Əsasi duz.
3-də H3PO4-də də 3 dənədir, alüminium OH3-də də 3 dənədir. Deməli, necə duz əmələ gəlir? Normal. 4-də OH-dan 2 dənədir, hidrogendən 3 dənədir. Necə duz əmələ gəlir? Turş. Aydın oldu? Bəli, müəllimə. Sonra 141. 140 dediniz, 143 dediniz. Mən Yüz- 141 dedim. 141. 143 də deyildi. Başqa deyilən var? Sıra nömrəsi 20-dirsə qrup nömrəsini tapırsınız. Görürsünüz ki, ekvivalentlidir. Formullarını qurursunuz. Sulfit duzudursa X2S, nitrat duzudursa XNO3 2 dəfə, hidroortofosfatdırsa XHPO4. 143-də hansı maddə natrium sulfat və gümüş nitrat məhlulları ilə reaksiyaya daxil olur? Barium klor 2. Çünki barium klor 2 natrium sulfatla barium SO4 əmələ gətirir. Həm də gümüş nitratla gümüş klor çöküntüsünü əmələ gətirir deyə reaksiya axıra qədər gedir. Reaksiyanın axıra qədər getməsi üçün reaksiya nəticəsində ya çöküntü alınmalıdır, ya su alınmalıdır, ya da qaz halında maddə alınmalıdır. 140-ı kimsə demişdisə, qarışıq duz alına bilərsə, deməli 2 müxtəlif turşu qalığı olmalıdır. Nitrat turşusunu gərsəm, eyni turşu qalığı olacaq. Ona görə olmur. Natrium OH-ı gəlsəm, natrium OH-ı gələndə alınır dəmir OH3 və natrium nitrat. Burada qarışıq duz olmur. Amma sulfat turşusunu gəlsəm, belə alınacaq. Dəmir 3 nitrat və sulfat. Yəni qarışıq duz alınacaq. Ona görə doğru cavabımız olur yalnız Z. Yoxdursa sualınız, mən keçirəm davamına. Buradan deyin suallarınızı uşaqlar. 145. 145. Hansı maddələr turşudur? Hidrogenin sayı artarsa, turşu qalığındakı hidrogenin sayı artarsa, deməli onda turşudur. Azalarsa əsasdır. Bax, burada turşu qalığında hidrogendən bir dənədir, amma burada yoxdur. Azalıbdır. Azalıbdırsa, deməli X-ımız əsasdır. Burada yoxdur, amma burada 2 dənədir. Artıbdır. Deməli Y-im turşudur. 2-dən gəlib 1-ə azalıbdır. Deməli Z-im əsasdır. Bildin? Artıbsa turşudur, azalıbsa əsasdır. Misal üçün 146-da yoxdur, amma burada 2 dənədir. Deməli X turşudur. 2-dən gəlib 1-ə azalıbdır, deməli əsasdır. 1-dən yenə azalıbdır, deməli əsasdır. Bildin? Bəli, müəllimə. Sonra 147. uyğun ifadələri müəyyən edin. CO2 alınır. CO2 alınan H flor ilə turşusu olar. Çünki oradan alınan natrium flor və CO2. Yəni 3-ə 1 aiddir. Reaksiya getmir. Reaksiya getməyən sinkdir. Çünki sink natriumu çıxarda bilməz. 2 ilə 2 aiddir. Turş duzu alınır. Bəli. Çünki dedik ki, turşunun özünü gələndə duzunun üzərinə onun turş duzu alınır. Natrium hidrokarbonat alınır. Ona görə doğru cavab olur A bəndi. 48-də də maqnezium kaliumu çıxartmaz. 3-ə aiddir, reaksiya getmir. Turş duzu alınana aiddir elə 2. CO2 alınlara da aiddir. Nitrat turşusunu gəlsəm, CO2-ni çıxardar deyə 1-ə də aiddir 1. Sonra uşaqlar tez-tez deyin. Bu səhifədə sual olan Səhifədə varsa. bitti məndə. Neçə? Bitti məndə bu səhifədə. Bu biri səhifədə sual olanlar varsa desin tez. 156. Artıqlaması ilə götürülmüş xlorid turşusunun natrium karbonat reaksiyanı yazmalıyıq. Natrium karbonatdırsa yazırsınız ki, natrium 2 CO3 plus H flor. Reaksiyadan alınır natrium flor və karbonat. Müəllim 155 demədim, mən 156 dedim.
156-nı izah eləyirəm də, budur da. Natrium karbonatla xlorid turşunu. 156 demədim. Evet. Deyirik ki, 106 qramından 22,4 litr ayrılır. 10,6 qramından nə qədər ayrılacaq? 2,24. Cavab olur D bənd. Sonra 163. hansı reaksiyalarda suda həll olmayan əsas alınır? Birinci reaksiya ümumiyyətlə getmir. Çünki reaksiya nəticəsində çöküntü alınmır və yaxud da kalsium karbonat özü çöküntüdür. Əsas ilə reaksiyaya girməz. Yəni biri götürürük. 2-də MiSO-H2 alınır ki, bu suda həll olmayan əsasdır. Deməli, bunu götürməyəcəyik. 3-də də dəmir OH2 alınır. Bu da suda həll olmayan əsasdır. Onu da götürməyəcəyik. Dəyişirsən də yerini. Bu tip reaksiyalarda metalların yerini dəyiş. Əsaslardan Sevana yalnız hansıları suda həll olur? Hə? Gündə 10 dəfə deyirik. Əsaslardan yalnız hansıları suda həll olur? Qələb və qələb torpaq. Bəli. Sevana bilmirsən? Bilirəm mən. Və niyə demirsən? Deyin suallarını. Siz sual cavab eləməyin vaxtı gəlib çatıbdır. Narahat olmayın. Bir dənə məhlulları bitirək, ondan sonra siz başlayacağım bütün sual cavab eləyin. Deyin suallarınızı. 66-67 var mı? Hə, gəldi indi Var, 66, 67. 67. Bu maraqlı sualdır, fərqli sualdır. X, Y və Z maddələrinin hansıları turşu ola bilər? Yadınızda saxlayın ki, natrium xlordan ki, xloridi nitrat turşusu çıxarda bilərmi? Gülçin. Nitrat turşusu xlorid turşusunu çıxarda bilərmi? Xeyr. O vaxt da ola bilər ki, çöküntü alınsın. Natrium nitrat da çöküntü deyil axı. Yəni o ola bilməz. Yalnız natrium xlorunun üzərinə mən gəlsəm gümüş nitrat. Burada gümüş xlor çöküntüsü alınır deyə bu reaksiya gedir. Yəni mən bura boş-boşuna xlorid turşusunu gəlsəm, xlorid turşusu, nitrat turşusunu gəlsəm, nitrat turşusu xlorid turşusunu çıxarda bilməz. Ona görə X turşu ola bilməz. Amma Y də ola bilər. Sulfat turşusu istənilən turşunu çıxardır. Sulfat turşusunu xlorid turşusu çıxarda bilərmi Gülçin? Çıxarda bilməz. Ona görə Z xlorid turşusu ola bilməz. Ola bilər, Ama yalnız burada X. X'den Z'de biz belki sual değişse tuz olabilir dese O onu da bilirəm götürebilir hansı diye. dərsi deyirsən. O indi inşallah elektrotik dissosiasiya dərsini işləyəndə çıxacaq qarşımıza. Onun yolu başqadır. Bilirəm sən hansı sualı deyirsən ki, mən də sualı görən kimi Gülçin ağlıma o sual gəldi. Tamam da 167'de de Y olur hele. 167-yə Yani baxım. SO4 167-də X ola bilməz, Y ola bilər, Z ola bilməz. Bəli, yalnız Y. Burada ben bu sorularda daha çok neye göre eləmişdim? Yani çıkarıp çıkartmamağına göre değil de reaksiyanın kökünde alınmadığına göre, reaksiyanın gidip gitmemeyine göre. Elə də gedə bilərik də. Yani Burada sen bax, bana göre yani turş olabilmezdi hiçbirine. Çünkü kökünde alınmır, ne de gaz alınmır, su alınmır, hiçbiri alınmır. amma burada H2SO4 ola bilər. H2SO4 istənilən turşunu duzundan çıxardır. Onda sənin dediyin Ben məntiqlə çıkarıp tapsan çıkartmamasına Y-i götürmərik. bak. Yox, çıxardıb çıxartmamağına baxsındır. Sən deyən suallar, ikinizin də dediyinizin sual, mən bilirəm hansı suala ağlınız gedibdi. İndi gələn mövzu elektrolitik dissosiasiyanı işləyəndə o mövzu sizin qarşınıza, o suallar sizin qarşınıza çıxacaq. Onda tam aydın başa düşəcəksiniz fərqini. Yaxşı? Narahat olmayın, bir dərsdir. Gələn dərs Evet. mövzusudur. Bilirəm siz hansı sualı deyibdiniz. Tamam. Ard-arda 2 dənə sualdır. Sonra sualınız? Sonra sualınız burada. Misal üçün gəlin 168-i deyin. Suda məhlulları reaksiyaya daxil olan maddələrlə onlar arasında baş verən reaksiya əlamətlərini mi? Bu ikisinin reaksiya əlaməti budur ki, burada barium SO4 və MiSO-H2 alınır. Alınanların hamısı çöküntüdür. Bu da çöküntüdür, bu da çöküntüdür. Buna aiddir ki, çöküntü əmələ gəlir. Yəni birinciyə aiddir 4.
Natrium karbonatın üzərinə sulfat turşusu gəlsə, alınır natrium sulfat, karbon qazı və su. Deyirik ki, qaz və su əmələ gəlir. Bura aiddir 2. 1. 2-yə aiddir, yəni 1. Üçüncüdə alınır qurğuşun sulfid və kalium nitrat. Bir dənə çöküntü əmələ gəlir. Ona görə bura aiddir 3. Dördüncüdə isə alınır dəmir sulfat, bir də H2S. H2S nədir? Qazdır. Bir dənə qaz əmələ gəlir, də aiddir bura. 4, 1, 3, 2. Yəni Y. Alüminium nitrit deyirsə, alüminium azot. Alüminium sulfid deyirsə, alüminium 2S3. Alüminium florid deyirsə, alüminium flor 3. Atomlarını müqayisə edirsiniz. Qəbul sualı birinci qrupun. 170 də bunun kimidir. Sonra 171-də 2 mol nitrat turşusudursa, alüminium OHNO3, 1 mol nitrat turşusu, yenə üzərinə 1 mol nitrat turşusu gəlirəmsə, alınır alüminium nitrat, yəni alüminium NO3 2 dəfə. Molekul kütlələrini müqayisə edirsiniz. Sonra bu səhifədə sualınız varmı? Yoxdursa mən keçirəm digər səhifəyə, az qalmışım. Yoxdur ki. Bu səhifə gözləyirəm uşaqlar, özüm demirəm, siz deyin suallarınızı. 174. Reaksiyanı yazırsan, bax, heç nə eləməyə ehtiyac yoxdur. Kalsium OH2 və H3PO4. Reaksiya nəticəsində hansı duz alınıb? Kalsium dihidrofosfat. Formulunu qurursun. H2PO4. H2PO4-dən nə qədər hidrogen qopub? 1 dənə. Deməli, 1 valentli turşu qalıqıdır. Kalsium da 2-dir deyə bura 2 düşür. Və reaksiya tamamlandı. Və əmsallaşdırırsan ki, əmsallaşdıranda nə necə olur? Sual. Əmsallaşdır gör nə olur? Əmsallaşdırırsan ki, neçəni neçəyə nisbətdə götürməliyəm ki, belə alınsın. Uşaqlar, əmsallaşdırın, görün əmsallaşdıranda neçə düşür, neçəni neçəyə düşür? 1-2 müəllimə. 1-2. 1-2. 175 digərləri də bunun kimidir. Yox, 175 bunun kimi deyil. Orada sadədir. Elə mollarını verib duzu tapırsınız. Sonra 176-da X-ımız 3 valentlidir deyə dəmir sulfat turşusu ilə. Dəmir 2, SO4 3, nitratla da dəmir nitrat alınır elə. Nisbi molekul işlərini hesablayırsınız. %77 tamamilə qeyri-üzvü kimiyyə aiddir deyə boş verin. Hələ onu keçməmişik. 178. 200 qram kalsium karbonatın parçalanmasından alınan maddəni buraxdıqda. Kalsium karbonatın parçalanmasını yazırsınız. Alınır kalsium oksid və su. 100 qramından kalsium oksid və karbon qazı 1 mol əmələ gəlir. 200 qramından da əmələ gələcək 2 mol. 400 qram 20% natrium OH eləyir 80 qram. 80 qram natrium OH eləyir 2 moldur. 2 mol natrium OH-ın üzərinə 2 mol karbon qazı, yəni karbonat turşusu gəlsəm, mola moldur deyə natrium hidrokarbonat alınacaq 2 mol. Bunun da kütləsi eləyir natrium 84/2, yəni 168. Sonra sualınız varsa deyin, yoxdursa mən keçim digər səhifəyə. Bu biri səhifədən Mən burada 187-ci variantına baxa bilərik. 183-ü yazmısınız, 182-ni yazmısınız, 187-ni baxacaq. 182, 183-ü yazan var, yazmayan var, izah edeyim. Mən yazmamışam müəllimə.
182-də mol miqdarlarını tapırıq. 0,3-dür. 0,10 öyrəşmisiniz, şeydir, sual o qədər hər sualı izah eləyirəm ki, sual istəyəndə sualları demirsiniz. Niyə sualları istəyirəm? Bir-bir sualları izah eləsəydim çatdıra bilməyəcəkdik. İstədim ki, siz suallarınızı verəsiniz. Sizi də o qədər öyrəşdirmişəm ki, hamısını deyim, siz sual verməyəsiniz, heç kim sual vermir. Elə şey olar. İndi o atmayanlar var ha, oturub bir-bir plus minuslarını qoyub cəzalarını verəcək. 0,3-ü vururuq 0,2-yə, bərabər olur 0,6. 0,3-ü vururuq 0,2-yə, bu da 0,6-dır. 0,3-ü vururuq 0,2-yə, bu da 0,6-dır. Hamısı 0,6-dır. Aşağıya baxıram 0,3, 0,6, 0,4. 10-da 4-ü. İndi baxmalıyıq ki, hansında OH-ın sayı çoxdur, hansında yox. Birincidə çoxdurmu? Çoxdur. Çünki 0,6-nı 2-yə vuranda 0,3-dən böyük edəcək. İkincidə çoxdurmu? Bəli, çoxdur. 0,6 OH2-dir deyə 2-yə vuranda 0,12 eləyir. Bu da 0,6-dır deyə yenə böyükdür. Burada da alınır. Amma üçüncüdə hidrogenin sayı OH-ın sayından çox olur deyə alınmır. Mol miqdarına çevirib adi qayda ilə müqayisə edirsiniz. Gəldik 183-ə. Brom OH3 ilə H-brom arasında 3 cür maddə alınır. Bizə deyir ki, M3 böyükdür, M2 o da böyükdür. Mən hansı duzlar alınır, onları yazıram. Birincisi alına bilər brom OH2, brom, brom OH, brom 2, bir də brom, brom 3. Bunun kütləsi ən böyük olan hansıdır? M3-dür. Deməli, burada hansıdır? Brom, brom 3-dür. Deməli, bu M3-ümüz brom, brom 3-dür. Brom, brom 3 alınması üçün ümumiyyətlə nə qədər atom var? 4 dənə. Sonra kütləsi böyük olan M2-dir. Burada da kütləsi böyük olan brom OH, brom 2-dir. Burada nə qədər atom var? 1, 2, 3, 4, 5, 5 dənə. Ən kiçiyi də birinci yazdığımızdır ki, orada da 6 dənə. Və bunu müqayisə edirik. Bu atom sayının müqayisəsidir. Kütləsi böyük olana, yəni brom, brom 3-ün alınması üçün nə qədər H brom lazımdır mənə? 3 mol. Deməli, A3-üm 3-dür. İkincisində 2 dənə. Bura 2-dir, burada 1-dir. Bunu da belə müqayisə edirik. Aydın oldu. Alına biləcək duzları yazıb atom saylarını müqayisə edirsiniz və ona lazım olan H bromun sayını müqayisə edirsiniz. Sonra 187-yə qədər sual olan. Gəldik 187-yə. 187-ci sualımız deməli. Demək olar ki, uşaqlara aid deyil, çünki elektroliz dərsini keçməliyik. Amma Gülçin, bəsdir. Siz bilirsiniz deyə siz sualınızdır. Digər uşaqlara hələ ki bunu saxlayırsınız, elektroliz, hidroliz dərsini keçəndən sonra daha yaxşı başa düşəcəksiniz. Gülçin, sənsə hansı variantı soruşdun məndən? Onu denən izah edeyim sənin üçün. C variantı müəllim. Z nöqtəsində məhlula silisium əlavə etdikdə hidrogen ayrılır. Z nöqtəsində silisium ayrılması o deməkdir ki, deməli bu natrium OH ilə reaksiyaya girib. Yəni natrium OH artıq qalmalıdır ki, oradan hidrogen ayrılsın. Baxaq görək artıq qalırmı? Natrium OH-ın kütləsi Z nöqtəsində mol miqdarı nə qədər eləyir? 0,4-ü 0,3-ə vuranda 0,12. H-xlorumuz nə qədər eləyir? 0,2-ni 0,2-yə vuranda 0,4. Artıq qalacaqmı Gülçin? Bəli. Deməli, onda hidrogen ayrılacaq. Bildin? Bəli. Aydındır. Amma digər uşaqlar, yəni kimlər bilirsə, yəqin ki, başa düşdü. Başa düşməyənlər də, yəni deyirəm, elektrolitik dissosiasiya və s. mövzuları keçəndən sonra o sizə daha rahat olacaq. Burada sualınız olanlar deyin tez. İndi bitirəndə mən sizə nömrələr seçib verəcəm ki, gedin izahla mənə atın. 192 müəllim. Sulfat turşusu və barium hidroksid reaksiyaya daxil olur. Hər ikisi hansı maddə ilə reaksiyaya daxil olur? Natrium karbonatla
Bəli, daxil olar. Niyə? Natrium karbonatdakı karbonatdan çünki barium çöküntü verir. Sulfat turşusu da onsuz onu çıxardır. Yəni götürürəm. Sink oksidlə. Sink oksidlə də hər ikisi daxil olur. Çünki sink oksid amfoter xassəli maddədir. Həm turşu ilə, həm əsasla reaksiyaya girir. Natrium hidroksid ola bilməz, çünki barium hidroksidlə reaksiyaya daxil olmur. Mis2 oksid ola bilməz, çünki barium hidroksidlə reaksiyaya daxil olmur. Alüminium hidroksid amfoter xassəlidir deyə bəli, hər ikisi ilə daxil olasıdır. Natrium sulfat, sulfat turşusu ilə də daxil olur, barium hidroksidlə də daxil olur. Sulfat turşusu ilə reaksiyaya girəndə natrium HSO4 verir. Natrium Hə, sulfat da bəli. barium sulfatla reaksiyaya girəndə, barium daha doğrusu OH2 ilə reaksiyaya girəndə barium SO4 alınır deyə reaksiya axıra qədər getmiş olur. Sonra Həm bir də 195 uşaqlar. 197-də 195-i deyim ki, o qeyri-üzvü keçməyən uşaqlar sizə aid deyil, hələ ki o reaksiyaları bilmirsiniz. 196-da Gülsün, sən sualını ver. 197-də indi yalnız duzdan istifadə olunmuşdur deyəndə 1-dən 3-ü götürürük elə 2 turşudur. Bəli, çünki SO4 nitrat var. turşusunu götürsəm, nitrat turşusu xlorid turşusunu duzundan çıxarda bilməz. Hı. Ancaq duzdur ki, onu çıxardıb alınıbdır. Sulfat turşusu amma istənilən halda çıxarda bilər. Y-də ona görə götürmürəm. Sulfat turşusu ola bilər. Amma zetim yenə duz ola bilər ancaq. Xlorid turşusu ola bilməz. Çünki xlorid turşusu sulfat turşusunu duzundan çıxartır. Sonra sualı olan, Aydındır. bilirəm ki, o bir uşaqlar heç axıra qədər yazmayıblar. Sualı olan versin. Yaxşı, 197. 197. 197, 8 mən. 197 eşitdim. 198-də Y-in molekulunda ion rabitələrin sayı polyar kovalent rabitələrin sayına nisbəti 0,6 olarsa nə doğrudur? Ümumiyyətlə H3PO4-də burada hansı duzlar alına bilər? 3 cür duz alına bilər. Kalium 3PO4, kalium 2HPO4, kalium H2PO4. Variantlara baxırsınız ki, hansında kovalent rabitə sayını ion rabitə sayına bölsəm 0,6 eləyər. Birincidə ion rabitə sayım 3 dənədir, kovalent rabitə sayım 5 dənədir. Elə cavabım bu eləyir. 0,6. Deməli, Y-im kalium 3PO4-dür. Düzdür. Mən indi birbaşa kalium 3PO4-ü almaq üçün B-mizi 3 götürərəm. Bu kalium 3PO4-dürsə, bu ya kalium H2PO4-dür, ya da ki 2H. Yəni ya kalium hidroortofosfat, ya da kalium dihidroortofosfatdır. Düzdür. B mütləq 3-dür. B 3 olanları götürürük. A getdi. 2 getdi. Bu da getdi, bu da getdi. Cavab ya 4-dür, ya da ki 1-dir. Onsuz da elə çıxır. Ya bunu 2 mol götürərəm, bunu götürərəm kalium H2PO4. Ya da bunu 2 mol götürərəm, bunu götürərəm kalium HPO4. Ona uyğun veriblər. 1, 4. B-nin 3 olması ilə birbaşa cavabları da çıxardır. Sonra 199-cu sualı yazın, qeyd eləyin ki, dərsdən sonra yazacağam. Bayaqları bunun açıq sualını, qapalı sualını izah elədim. Açıq sualının da izahını sizdən istəyirəm. O mən də yazmamışam. Bayaq izah elədim də, əfsanə. Eynisini izah elədim. İndi açıqdır. Bayaq izah elədiyim qapalı idi. İstəyirsən göstərim. İndi isə qapalıdır. Reaksiyanı yazırsan, kütlələrin saxlanılması qanununa görə həll eləyirsən. Demək istəmirəm, çünki bayaq izah elədim qapalısını. Eyni şeydir. Buradan sualınız varmı? 201. Su təmizləmə zavodunda cod su yumuşatmaq üçün natrium karbonatdan istifadə edilir. Bu proses zamanı suyun codluğunu təmin edən kalsium ionları karbonat ionları ilə birləşsək, suda həll olmayan kalsium karbonat çöküntüsü əmələ gətirir. Zavod gündəlik 5 mol kalsium ionu olan suyu təmizləyərsə, neçə qram kalsium karbonat sərf olunar? Reaksiyanı yazırıq.
Deməli 5 mol kalsium karbonat sərf olunur. 5 mol günə 5 mol kalsium karbonat sərf olunursa, 5 mol kalsium karbonat reaksiyaya girirsə, nə qədər? Mən səhv yazdım. Burada kalsium hidrokarbonatdır. Kalsium karbonat yazmışam. Buradan alınır kalsium karbonat və natrium hidrokarbonat. Fikirləşməliyik ki, 5 mol kalsium hidrokarbonatı ilə nə qədər natrium karbonat reaksiyaya girir? Mola moldur. 5 mol ilə 5 mol reaksiyaya girəcək və 5 molunun da kütləsini tapmalıyıq. 5-i vurursunuz 106-ya, tapırsınız ki, nə qədərdir? Aydın oldu? Deməli, mən əminəm ki, Bəsti, Gülçin, Hafizə onsuz da özü də etiraf eləyir. Fatimə, Əfsanə indi bilmirəm dəqiq yazıb yazmayıb. Amma Səvanə ilə Səadət %100 axıra qədər yazıb.